بسم الله الرحمن الرحيم والصلاة والسلام على سيدنا ونبينا وطبيب قلوبنا وشفيع ذنوبنا أبي القاسم محمد صلى الله عليه وآله وعلى أهل بيته الطيبين الطاهرين معصومين عليهم السلام ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أما بعد، قال الله تعالى في محكم كتابه الكريم: بسم الله الرحمن الرحيم أرأيت من اتخذ إلهه هوى بسم الله الرحمن الرحيم قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد. صدق الله العلي العظيم. رب اشرح لي صدري ويسر لي امري واحلل عقدة من لساني يفقهوا قولي. Ya ibadallah, usikum ve nefsi bi tekvallah. Değerli müminler, evvela özümü ve siz əzizləri ilahi təqvaya dəvət edirəm. Gəlin öz yaxşı əməllərimizlə Allahın razılığını əldə edək, Allahın əmrlərinə itaat edək, qadağalarından boyun qaçırdaq. Allah razılığın yalnız ve yalnız Allah'a itaatlə əldə oluna bilər. Bunun üçün də özümüzə vəzifə bilək ki, hər birimiz Allahın əmrlərinə itaat etməliyik. Allah bu mübarək cüməni hər birimizə mübarək qərar versin. Allah bu gündə edilən duaları, verilən sədəqələri, olunan yaxşılıqları öz dərgahında ali dərəcədə qəbul eləsin inşallah. Allah Zəmana imamının zuhurun bu gündə, cümə günündə təcil eləsin. Cəmi müsəlman ölkələrində, dünyamızda əmniyyəti o ağanın əli ilə bərqərar eləsin. Mən xütbədə bir ayə oxudum. Furqan surəsinin 43-cü ayəsinin bir hissəsi. Bildiyiniz kimi insanı uçuruma aparan hallardan biri de, yani insanın düşmənlərindən biri de insanın nəfsidir. Bu haqda biz məsciddə danışmışıq, ama bu ayə haqqında da ve bunun ətrafında bir neçə hədis deyib inşallah birinci xütbəni tamamlayacağım. Allah Teala öz nəfsinə itaat edənləri Kur'an-ı Kerimdə nefsi istəklərini özü üçün ilah qərar verib. Yani bir insan nefsi istəklərinə itaat eləsə, sanki onun itaat ettiği her bir şey onun Allah'ı, belə öz ibarəmizdən desə, Allah'ı, yani onun ibadet olunan şeyidir. Yani ilah, yani ibadet olunan odur. Allah Kur'an-ı Kerim'de Peygamber'e buyurur ki: "Ere'eyte men ittehâze ilahehu heva." Nefsini özüne ilah eden kimseni gördün mü, kesleri gördün mü? Peygamber'e bu ayette hitap ediyor. O insanlar ki nefslerine itaat edirlər, nefsi onu hansı istəklərinə vadar edirdisə, yani ağlına, insanın ağlını özüne kul ederek o meseleni ona rahatlıqla gördürə bilirdi. Hansı sözü danışmaq istəyirdi, o cürdə danışır. Hansı haram işi görmək istəyir, o cürdə insan görür. Hansı hərəkəti görmək istəyir, insana o cürdə gördürür. Bu cür insanlar, Allah bunun əksini deyir. Allah deyir, nəfsini qoru, özünü qoru, nə bilim, söymə, yalan danışma, böhtan atma, abur aparma. Ama nefs tamam bunların eksindir. Yani bizi yaradan olan Allah'ın sözün arka tərəfə verip, yani öz nefsi isteklerini evvela verip ve onu icra ettikdə. Bunun için de Allah Teala der ki, bu insanlar nefsini özü için ilah edenlerdir. Yani nefsine itaat eder. Emirul Müminin Hazreti Ali Aleyhisselam buyurur ki, nefsini özüne ilah edenleri
Nefsi istekleri onu kör etmiştir. O insanlar ki nefsini özlerine ilah edirlər. Yani o tam bütövlükte insan nefsinin kulu olarak kalır. Yani aklı da ağlı da nefse tabi edir. Emirul Müminin buyurur ki bu insanlar öz nefsi isteklerini etməklə özünü kör edirlər. Bakın bazen elə günahın sahibi var. O günahı gördükdə ona deyildikdə filan iş günahdır. Nefsi istek onu elə kör edib ki hemen günahı kabul etmək istəmir. Bir sıra şeyler var ki cəmiyyətdə o adi hala çevrilib. Mesela deyirsən bu iş günahdır, qumar günahdır, mesela sələm günahdır veya içki içmək günahdır, üzr istəyirəm, zina etmək günahdır. Bunlar hakkında danışıldıqda, yani Allah'ın əmrlərini dedikdə insan o kadar kör olur ki, o kadar nefsi istekler onun gözünü tutur ki bunu görmür, hakkı görmür, hakikati görmür, Allah'ın emirlerini görmür. Allah'ın itaatinden kenar kalarak Emirul Müminin ki bu insanlar kör olurlar, günahların çokluğu onu sıkmıştır, sıkır. Yani o kadar günah yüklenip ki ona, bazen görürsünüz birinin canı ağrıyanda, görürsünüz başı ağrıyır, ayağı ağrıyır, beli ağrıyır, ne bileyim mədəsi ağrıyır, ürəyi ağrıyır. Bir neçə xəstəlik bir insanda cəmləşəndə necə olur? Görürsən o kadar canı sıxılır, artıq özündən də bezikir, amma xəstəlikdən də xilas ola bilmir. Bazen nefsi istekler de o cürdür, insanı kör edir ve o kadar günah yüklenir ki ona. O kadar günah yüklenir ve özü de görür öz sıkıntısını. Görürsünüz, sıkıntı nədə olur? Namazdan lezzet ala bilmir. Orucdan lezzet ala bilmir. Veya her hansı bir vacibi işlerden ziyarete gelir, oradan lezzet ala bilmir. Dua etdikdən ondan lezzet ala bilmir. Elir ama o lezzeti ala bilmir. Necə xəstə adam, daha çok canı ağrıyan adam istəyir istirahat eləsin, hatta yatağında uzanır, istəyir istirahat eləsin ama eləyə bilmir. Niye? O kadar ağrı onu sıxır, o kadar o xəstəlik onu sıxır. Eyniyle nefsine itaat eden insanların gözü kör olanda günah da onu o cür sıxır. İstəyər namazı qılsın, çalışar namazın qılması için. Oruç tutmaq için çalışar. Ama ondan lezzet ala bilmeyecek. O şirinlik var ha. O şirinliği elde edebilmeyecek. O da Emirul Müminin buyurur ki günah onları sıkıştırar. Bazen özü de hissediyor. Ağıllı insan düşünende ki niye namazdan 5 ay bundan qabaq ibadetimden lezzet alırdım. Məhcdə get gəl elirdim. Cemaat namazından belə deyək tətil eləmirdim. Daima çalışırdım, gedim. İndi getmirəm. Bəzən düşünəndə niye getmirəm o səbəbi tapmaq lazım. Niye getmirəm? Deməli nəsə boşluq var ki artıq məsciddə cemaat namazın qılınmasının ləzzətin və savabını dərk edə bilmirsən. Birdən dərk eləsən, o ləzzəti ala bilsən, məsciddən ayrılmayacaqsan. Sonra Həzrət buyurur ki, beləsi, yani bu tərzdə olan insan haqqı görməz. Həqiqəti görməz. Ona haqdan danışılanda qəbul eləməz. Qulaq asar. Elə insan var, etiraz edir. Bəzi insanlar da var. O etiraz edən insana görürsünüz bir haqdan danışanda etiraz etdikdə elələri var. Sən də onun üstünə gedib danışdıqda bəzilərin razı sala bilirsən, bəzilərin razı sala bilmirsən. Onların içində ən bədbəxti hansıdır? Səni dinləyər, elə bilirsən ki, qulaq asır sənə. Səsini də çıxarmır. Başını aşağı salır. Amma sən söhbəti qutarandan sonra yenə də öz aləmində olur. Yəni haqqı görmür, həqiqəti dərk etmir, qulağı eşitmir, gözü görmür. İmam bununla bizə demək istəyir ki, yəni bu hədislə insan nəfsinə təslim olanda artıq həqiqət
görmə qabiliyyətin itirir. Necə insanın gözündə bir xəstəlik duçar olduqda, insan onu aradan aparmağa çalışmasa, yəni görürsən ki, mənim gözümdə uzağı bir balaca zəif görürəm. Adam var, tez onun üstünə düşür, onu aradan götürür. Yəni bir günah da insanı aluda, o insan o vərdişi aluda olanda nəfs görürsən, məni daima dartır özünə tərəf. Görürsən, onun üçün tədbir görürsən. Necə o həkimə getmirsən, müalicə eləmirsən, tamam gözün kör olur, dünyanın işığından məhrum olursan. Bəzən artıq o dərdə çarə də olmur. Eyni ilə bəzi günahlar var ki, insanın ruhunu bulaşanda artıq onun hidayət olunması da çətinləşir. O da Əmirül-Müminin buyurur ki, bu cür insanlar həqiqəti görmə qabiliyyətini itirəcək. O adam zahirən diri olsa da, görürsən qəşəng geyinib, nə bilim, həmd-i surəni yaxşı oxuyur, salavatı bəkdən deyir. Zahirdə bunun ruhən diri görə bilərsən. Burada deyir ki, insan diri olsa da batinən ölüdür. Yəni insan zahirən oruç tutan kimi onu görə bilərsən, namaz qılan kimi onu görə bilərsən, Qur'an oxuyan kimi onu görə bilərsən. Mümkündür bu şeylər olsun. Amma batinən həqiqətdə ölü kimidir. Nə o salavatın məfhumunu başa düşər, oxuduğu Qur'anın məfhumunu başa düşər. Nə o Qur'andan oxuduğu bir ayəni özünə örnək götürür. Sadəcə ruhən ölmüş kimidir Əmirul. Bunu bizə demək istəyir. İmam Cəfər Sadiq əleyhissalatu vesselam buyurur ki, hər kimin qərarı nəfsi ilə olarsa, öz nəfsi istəkləri nə Allahın, Peyğəmbərin, imamın, ağsaqqalın, böyüyün, sözün bir iş görəndə, ona məsləhət veriləndə, onu görmədikdə öz nəfsi istəklərinə uyğun qərar verərsə, Həzrət buyurur ki, onun hökümdarı, yəni qərar verəni, necə görürsün, biri ilə məsləhət edirsən, sənə yol göstərir. İmam Sadiq əleyhissalatu vesselam buyurur ki, həmən insanın yolu göstərəni, hökümdarı kim olacaq? Şeytan. Odur. Mən həmişə bunu özümlə belə deyək, indi arada olur, adam yol gedir, özü belə deyək ki, o gördüyü işləri varaqlayır, o tərəf bu tərəfə düşünəndə, doğrudan bəzən elə şeylər olur, adam istəyir onu görsün. Şeytan məlun onu çalışır ki, adamı unuttura. Baxın, bəzən hətta düşünürsən, məscidə getməliyəm, amma şeytan çalışar ki, səni o yoldan yayındıra. Bəzən birinə yaxşılıq etmək istəyərsən, çalışar ki, sizi belə deyək, o yoldan saptıra, çəkindirə. Yəni qərarsız olduqda, yəni öz nəfsi istəklərinə uyğun hərəkət etdikdə, şeytan səni idarə etmiş olur, səni istədiyin kimi sənə hərəkət etdirə bilər. Sənin beynində elə vəsvəsələr yarada bilər ki, məscidə getmə, orada dünya söhbətləri edirlər. Mən bunu keçən çıxışlarımda da demişəm. Bunlar sizə adi gəlməsin. O adamlar deyirlər, mən filan kəs var orada, mən ona görə gəlmirəm. Və ya məsələn, orada çox deyirlər, danışırlar, gülürlər, zarafat edirlər. Bunlar deyilir, bunlar adi gəlməsin. Bunların hamısını bizə dedizdirən məlun şeytandır. Niyə? Bu minvalla səni məsciddən uzaqlaşdırır. İnanın, əgər burada daha bardaqçılıq olsa, məsələn, bir yerdə, amma sən gəlib məscidin bir küncündə namaz qılsan, hətta onların səs-küyünü də eşitsən, sənin evdə qıldığın namazdan üstündür. O fərdi şəkildə, tək şəkildə namaz qılmağın, hələ cəmaat namazını demirəm. Amma şeytan nə edir? İnsanı aldadır. İnsan da öz nəfsinə uyğun qərar verir. Onun da qərar verəni imam dediği kimi kim olur? Şeytan olur. Yəni bu işte ona köməkçi şeytan olur.
Peyğəmbər Əkrəm buyurur, ümmətimdən mənim ən çox qorxduğum şey, yəni məni qorxudan şey bəndəmin nəfsinə qul olmasıdır. Bundan böyük rəzil və bədbəxtçilik olmaz. Əgər bir insan, bunu bilin, nəfsinə qul olsa, yəni şeytana itaət etmiş olsa, bunun əlindən yaxşılıqdan başqa hər bir şey gələr. Hətta görəcəksiniz o insan yaxşılıq edir, əgər bir insan nəfsinə itaat edən adam olsa, yəni şeytanın dediyinə itaat edən olsa, hətta görə bilərsiniz o insan yaxşı bir iş görür, baxın o yaxşılıq da bizim zərərimizə ola bilər. Hərdən görürsünüz, imamı, bir nəfər İmam Hüseyndən danışır, sosial şəbəkədə izləyirsiniz. Hamı onu paylaşır. Görürsünüz, cahil bir adamdır və ya dünyəvi bir adamdır. Bir il, bir ay, 5 ay keçəndən sonra başlayır sonra dindən başqa bir şey danışmağa. Dinin zərərinə danışmağa. Axı dünən onu paylaşmışdın və ya dünən danışırdı dinin zərərinə, bugün yaxşı danışır. Başlayırsan onu tərif etmək. Bax görürsünüz, bəzən olunan yaxşılıq, o insanlar ki nəfsinə itaat edir, o yaxşılıq da insanların dinin zərərinə olmuş ola bilər. Çünki onun qərarı özündən deyil. Nəfsi istəkləri və şeytana itaətdən irəli gələn, istir yaxşı, istir pis. O da Həzrət buyurur ki, mən ondan qorxuram ki, ümmətim nəfsinə qul olar. Onlara ən böyük təhlükə xarici düşmən deyil. Bugün Əhl-i-Beyt düşməni və ya Allahın düşməni, dinin düşməni bilirsən bu düşməndir. Onun qabağında da durmağa çalışırsan. Amma ən böyük təhlükə insanın içindəki düşməndir. O istək, o nəfsi istəkdir. Peyğəmbər Əkrəm buyurur ki, xarici düşməndən çox ondan qorxuram ki, o içində olan nəfsi istəklər var. Ən böyük düşmən sizin üçün odur. Əmirul Müminin bu cür xitab edir insanlara. Ey Allahın bəndələri, nəfsinizi Allah'tan digərləri üçün üstün tutmayın. Allah üçün üstün qərar ver o nəfsi. Allah dediyi tərzdə onu qurban ver. Digərləri üçün filan kəs desin yaxşı oğlandır, filan kəs desin yaxşı kişidir, filan kəs desin yaxşı ailə başçısıdır, yaxşı qardaşdır, yaxşı atadır. Bunun üçün yox. O desinlər yaxşı bəndədir. Allah üçün sat. Sən öz nəfsini Allah üçün satsan, inanın Allah səni o qədər izzətli edəcək ki, cəmiyyətdə o qədər ehtiramlı edəcək ki, heç düşünmədiyin tərzdə. Kur'an-ı Kerim'in ayələrin birində Allah Teala baxın o qədər önemli bir məsələdir ki, bizə bunu dönə-dönə tapşırır. Əleykum ənfusakum, özünüzü qoruyun, öz nəfsinizi qoruyun. Bizim özümüzü özümüzə tapşırır. Əleykum ənfusakum, la yadurrukum mən dəlla izə ihtədeytum. Əgər siz özünüzü qorusanız, siz doğru yolda olsanız, azanların azması, yəni o adamlar ki cahildiler, azğındılar, onların azması sizi aldada bilməz. Deməli, bugün sən dindən çıxırsansa və ya açıq-aşkar günah edirsənsə və yaxud o Allah'ın bizə qoyduğu qadağalardan kənara çıxırsansa, səni kimsə aldada bilirsə, birini gedirlər Qur'anı eləyirlər, birini gedib Vəhabi eləyirlər, birini gedib nə bilim nə eləyirlər, müxtəlif o qədər əqidələr var, kifayət qədər. Bunlar əgər insan özünü qorusa, öz nəfsini qorusa, onların heç biri bizə zərər verə bilməz. Deməli, məni əgər bugün biri aldadıb əqidəmdən döndərirsə,
dinimdən döndərirsə, düzgün yoldan döndərirsə, namazdan çəkindirirsə, məni içki məclisinə aparırsa, güc gələ bilirsə mənə, bu şeyləri edə bilirsə, deməli, mən özümü idarə edə bilmirəm, qoruya bilmirəm. Əgər özümü qorusam, Allah Teala deyir ki, digərlərin azmağı, yolunun azması sizi azdıra bilməz. Nə qədər yanınızda namaz qılanlar olub, indi başqa bir tərzdə ibadət edirlər, başqa bir yolun yolçusudurlar. Niyə sizi azdıra bilməyib? Çünki özünüzü qoruya bilmişsiniz, öz nəfsinizi idarə edə bilmişsiniz. Mən bunu dəfələrlə demişəm, görürsünüz, ən çox insanların zəif yeri maddiyyatdır. Bugün ən çox da insanların o cəhətlindən, o zəif yerindən yapışıb insanları aldada bilirlər. Deməli, nəfs müəyyən dünya nemətlərin müqabilində səni səndən ala bildi. Səni şeytana qul edə bildi. Sonuncu hədisdə deyirəm, Qudsi hədisdir Həzrət Peyğəmbərdən buyurur, ey Adam oğlu, sənin ən böyük düşmənin sənin nəfsindir. O səninlə mənim aramda mənə olan itaətdə düşmənçilik edir. İstəyirsən Allaha itaat edəsən, Allah Rəsulü deyir ki, səni məndən uzaq salır. O da dönə-dönə tapşırır ki, əleykum ənfusəkum, özünüzü qoruyun, nəfsinizi qoruyun, nəfsinizi idarə edə bilin, özünüzü idarə edə bilin. Dönət, baxmayın, haramdan danışır, içkidən danışır, Allah qeybətdən danışır, yetimin malın yeməyindən danışır, ağı valideyindən danışır. Bütün nə qədər böyük günahlar var, Quran hamısından danışır. Buna rəğmən yenə də dönə-dönə tapşırır ki, əleykum ənfusəkum, özünüzü qoruyun. Bu şeyləri sizə deyirəm, haramdır, haramdır, bu şeyi eləmək olmaz. Yenə də sonunda deyir ki, özünüzü qoruyun. Özünü qoruya bilmədin, əlbəttə, olarsan nəfsini ilah edən. Allah deyir ayədə, Furqan 43, ərəeytə mən ittəqəzə ilahahu həva, nəfsini özünə ilah edəni gördünmü Peyğəmbər? Elə bilməyin, Peyğəmbər bugün yoxdur aramızda, imamlar yoxdur aramızda. Bunların hər biri, yəni biz günah etdikdə, necə Peyğəmbər sağ olanda Allah deyirdi Peyğəmbərə, görürsünüz nəfsini özünə qul edəni adamı, görürsünüz, eyni ilə bugün də sən, mən bir günah iş gördükdə, Allah Teala yenə Peyğəmbərə, imama, Səmana imamına deyəcək ki, görürsənmi nəfsini özünə Allah ilah edən bəndəni? Odur, çalışağın, Allahın əmrlərinə itaat edək, Allahın qadağa etdiyi şeylərdən uzaq olaq. Çünki bütövlükdə ən böyük məsələ, baxın, bütün düşmənlərlə mübarizə aparmaq olur. Yegana düşmən nəfsdir ki, hər insan ondan mübarizə apara bilmir. Yusuf Peyğəmbər kimi bir şəxsiyyət və ma ubərdiyun nəfs. İnnən nəfsə ləəmmarətun bis-su. Mən heç vaxt özümə, öz nəfsimə arxain olmuram. Baxın, Peyğəmbər deyir ki, mən heç vaxt öz nəfsimə arxain olmuram. Çünki nəfs insanı pisliklərə sürükləyir, aparır. Odur, çalışağın daima diqqətli olaq. Özümüzə nəzarət edək. Bəzən zahiri görünüşümüzə nəzarət edirik. Geyimimizə diqqət edirik. Səliqə səhmana diqqət edirik. Nə bilim, qəşəng ətirlənirik. Qəşəng geyinirik. Amma batində elə bir vəziyyətdə oluruq ki, Allah batinimizi aşkar eləsə, inanın, insan özü özündən iyrənər, cəmiyyət ondan iyrənər. Allah yan verə öz izzət-i cəlalına, Allah Teala bizləri Allahın əmrlərinə itaat edən bəndələrdən qərar versin.